Deyirlər, arzular zamana meydan oxuyar. Elə arzular var ki, uğrunda sadəcə zamana deyil, bəzən düşmənə döyüşdə meydan oxuyub, qələbə çalmaq lazım gəlir. Bizim qəhrəmanımızın hekayəsində olduğu kimi. 1992-ci ildə məcburi köçkün kimi Laçını tərk etmişdik. O zaman 6 yaşım olardı. Bütün həyatımız alt-üst olmuşdu. Amma içimdə bir ümid, bir gün doğma rayonumuza qayıdacağımızı deyirdi. Bəhruz Şükürov, sahibkar. Bakıda yuyucu vasitələri istehsal edən müəssisə işlədirdi. Laçının işğaldan azad edilməsi xəbərini eşitdiyim an böyük sevinç hissi-ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Özü-özümə dedim ki, orada da öz işimi quracağam. Vətənə qayıdırıq. Qalib kimi ordumuz və ali başkomandan sayəsində. Böyük həvəslə Laçında öz zavodumuzu açdıq. Sahəsi 1000 kvadrat metrlik müəssisəmizin istehsal gücü günlük 10 tondur. 11-ə yaxın işçimiz var. Yeni məhsul olduğu üçün tanıtmaqda və satışında dəstəyə ehtiyacımız vardı. KOBİ-yə müraciət etdik. Sahibkarlara dəstək verdiyini çox eşitmişdik. Məhsulumuzu geniş auditoriyaya tanıda bilməyimiz üçün bizə də kömək oldular. Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi çərçivəsində bir neçə satış nöqtəsində məhsullarımızın satışını təşkil etdilər. Laçında istehsal olunan məhsulları ticarət şəbəkələrində görmək bir sahibkar kimi yox, həm də bir Laçınlı kimi məni çox sevindirir. Kiçik sahibkarların iri ticarət şəbəkələrinə çıxması elə də asan deyil. Bu baxımdan dövlətin ticarət şəbəkələrinə çıxışa göstərdiyi dəstək kiçik sahibkarlar üçün əvəzsizdir. İşğaldan azad olunmuş ərazilərdə biznes üçün nəzərdə tutulan güzəştlər və dəstəklər isə bizi işimizi daha da böyütməyə təşviq edir. O kiçik 6 yaşlı uşaq xəyallarının gerçəkləşməsi üçün 30 il gözlədi. Hər kəsin öz arzularının izi ilə getməyə cəsarəti olmalıdır. Yetər ki, arxanda azad vətənin və güclü dövlətin olsun. Laçına qayıtdıq, Laçına qayıtdıq, Laçına qayıtdıq. Doğma ana yurdumuzu zəhmətimizlə canlandırırıq.